Müəllimlərin sertifikasiya imtahanının tarixi hələ də açıqlanmayıb. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova Xəzər xəbəri açıqlamasında bildirib ki, imtahan tarixi son illər ənənəvi olaraq aprel ayında açıqlanırdı, lakin indi bu barədə heç bir rəsmi məlumat yoxdur. Sertifikatlaşdırma prosesi ilə bağlı tarixlər əsasən aprelin sonunda açıqlanırdı. Bu həm təqvim baxımından müəllimlərə planlama imkanı verir, həm də hazırlıq prosesinə psixoloji olaraq köklənməyə şərait yaradırdı. Lakin bu il tarixlərin gec açıqlanması bir sıra suallar doğurur. Müəllimlərin bu iki imtahanlarda nəyin dəyişə biləcəyi ilə bağlı narahatlıqlarda haqlıdırlar, amma baxmayaraq ki, Elm və Təhsil Nazirliyi tərəfindən çıxışlarda radikal dəyişikliklərin gözlənilmədiyi vurğulanıb. Günay Əkbərovanın sözlərinə görə əsas səbəblərdən biri Elm və Təhsil Nazirliyində bəzi yeni prosedurların tətbiqi, normativ sənədlərin yenilənməsi və bu kimi gecikmələrə səbəb olur. Təbii ki, bunun bir neçə səbəbləri ola bilər, amma hər bir halda, əziz müəllimlər, yalnız rəsmi mənbələrə güvənin. Sosial mediada yayılan qeyri-dəqiq məlumatlar sizi çaşdırmasın. Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun rəsmi səhifələrini izləyin. İctimai Şuranın katibi onu da qeyd edib ki, bundan əlavə əvvəlki illərdə keçirilmiş imtahanlara dair toplanan geri bildirimlərin dəyərləndirilməsi və formatın təkmilləşdirilməsi də daha çox vaxt tələb edə bilər. Qeyd edək ki, təhsil verənlərin sertifikatlaşdırılması şurasından bildirildi ki, sertifikasiya imtahanlarının vaxtı imtahandan bir ay əvvəl açıqlanacaq. Kənan Qafar, Xəzər xəbər.